Mən 3 saatdır ki, qapınızın ağzında dayanıb sizi gözləyirəm. Mən sadə və kimsəsiz bir tələbəyəm. Mən şəhərimizdə ilk açan bu ağ gülləri sizə hədiyyə getirmişəm. Talih sənətin qiymət tacını sizin başınıza qoymuşdur. Sizin səhnədəki hər hərəkətiniz mənim üçün bir yeni aləmdir. Hocam! Ne geç geldin sahip? Siz öyle saatlerdi. Mevlimiz kim oldu? Tebrik ederim. Sen benim yaxşı sədr olacağıma inanırsan. Tamamıyla. Niye böyle diqqətlə baxırsan? Mən elə gəlir ki, sənin baxışlarında nəyi seytirmişəm sahip. Heç vaxt. Mənə ilk dəfə iri ağ güllər gətirdiyin o gecə yadındadır. Hə, yaxşı yadımdadır. O vaxtdan bəri mən çox mu dəyişmişəm? Sən həmişə gənc, sən həmişə gözəlsən. Niçin mən özüm haqqında soruşanda sən həmişə məhz mənim gənc olduğumu xüsusilə qeyd edirsən? Yəni sən nə yaşlı olduğum o qədər bilinir. Sen bilirsin ki benim şey görüp hiss ettiğimi söyleyeyim. Sen doğrudan da gel. Sen doğrudan da güzelsin. Eğer ben doğrudan da genç olsaydım, her biri bunu hatırlamak senin hiç aklına da gelmezdi. Bir neçə aydan sonra mən qalxacağım. Bu ise balerina için seçtiyiz. İller sana doğumluyum canım. İller bilir ki sen bizim güzel halkımızın gururusan. Retorika. Mən herkesten əvvəl qadınam. Təbiət ən ali qadın ehtiraslarını, ən nadir qadın gözəlliklərini səndə. Bax, səndə toplamışdır. Mənim əzizim, mənim sahibim. Mən səni sevirəm sahib. Mən də yaxşı hər nə varsa hamısı sənə gedir. Desin yanıyor mu? Akşamınız xeyir, hoş geldiniz. Buyurun. Akşamınız xeyir, Aygül. Sən mənim çiçəyim. Can xanım, Akşamınız xeyir olsun. Hoş geldiniz Sarı mənim. Buyurun. Sənin buraxılış gecəsindəki rəqsləri nə incə, nə gözəl, nə təravətli idi. Elə bil ki, bu gölü məhz sənin kimi yenicə pərvaz edən sonalar üçün yaranmışdır. Hoşunuza gəldi. Bəs necə, əlbəttə. İllər necə tez gəlib keçir. İndiki kimi gözümün qabağındadır. Təbii mənim, o vaxt sizin yanınıza iş üçün gələndə Aygız qapıda top oynayırdı. Totul qəşəng bir qızıdır. Hə, deyirək ki, başında mavi bir led də var. Nə yaxşı yadınızda qalır. Yarınan böyüyəcəkdir. Əsl məsələ həyat qayəsinin, əxlaq normaldır, düzgün başa düşməkdir. Buyurun içəri, buyurun içəri. Buyurun, kesin. Sən həmişə bu barədə narahatsan, Tahir. Çünki gənclər arasında zərərli meyillər görürəm. Onlar xalqın taleyi ilə yaşamırlar. Fədakarlıq hissini büsbüsün unutmuşlar. Ancaq öz mənlikləri, öz ehtirasları ilə yaşayırlar.
vicdan, namus saflığı hakkında hiç düşünmürlər. Əlbəttə ki, sən həmişə mühüm dövlət işlərində olmusan, Tahir. Cəmiyyətimizin qüsurunu sən bizdən yaxşı bilirsən. Amma mən Aygıza baxanda ürəyim açılır. Elə bil ki, bunlar təzə baharın müjdəsini gətirirlər. Aygız hayır, mənim qızım. Ata, mənim yoldaşlarım pisdilər. Oo. Görürsünüzmü? Ataya söz qaytarmaq etiraz, mühakimə xəstəliyi. Hətta mənim ağıllı qızıma da təsirlər. Əsl ağıl ehtirasız, mühakiməsiz ötüşə bilməz. Ona görə də sizin tənqidiniz Aygızın tərifinə çevrilir. Elədir, mənim çiçəyim. Sənin rəqslərin nə şairanə, necə incə idi. Amma bax, kökəlməyəsən, ha? Gəlməyəsən. Tamsa. Mən də bax. Buyurun, hoş geldiniz, buyurun. Geçin. Hoş geldiniz efendim, geç içeri, geç içeri. Gel görün bura. Al bak dayı. Gel. Eğil Gel, görün gel. bir seni öpürüm. Özel deste. Diye görün. Tebrikler. Tebrikler. Sağ olun. Şehrinizin sədri seçildiğini eşidip hədsiz derecede şad oldum. Teşekkür ederim Almurat dayı. Murat'tan ben de daha bilmirdik neyniyek. Tahir Bey, hoş gəlmişsiniz. Yaxşı, gözəl xanım, sən heç bizi bu qızcığazla tanış eləmədin. Görün, sədrimizi gördüm, her şey yadımdan çıktı. Bu benim bacım kızım. Rəhmətlik nənəm xan qızı Natavanın çörək pişirən olmuşdu. Elə bunun da xətirinə bunun adını qoyub Natavan. Amma özü döndərib eləyib Natı. İndi Natavan deyəndə fu eləyir. Ay canım Natı gördün. Ya çok qaldı xanım, su barədə mətləb uzundur. Rica edirəm, buyurun içəri. Buyurun içəri. Ya buyurun sizə şampan, Ve pürrenk Azerbaycan çayına. və pürrəng Azərbaycan çayına. Şampan seni. Beni sana. Eleş. Ha, konağımız çoxalır. Konağımız çoxalır. Sefavet, hoş geldin sen. Buyur. Axşamınız xeyir. Geç içeri. Gel içeri, gel. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Mən bu gözəl qızıl gülləri şəhərimizin təzə sədrinə yox, sizə təqdim edirəm. Çox sağ olun, Fəzəli. Əgər onun üçün gətirsəydim, onda dostum Almurat məni yaltaqlıqda təqsirləndirərdi. Çok sağ ol. Sən də sağ ol. Mənsiz. Şahabetin canı için sen gelelim ki bir yerde gerek. Medine Han dedi ki hele bu saat çık. Ev yox, keçdim günahından. Buyur. Gerek. Siz bilirsiniz ki, mən həmişə kamada olmağa adət eləmişəm. İcazə verin, mənə burada əyləşim, hə? Ha? Buyurun, əyləşin. Yaxşı da, Biraz yavaş. Qorxmayın. Hadi yavaş. Yaxşı, bakalımızı. Əziz dostlar, biz hamımız Nurcan xanımın pərəstişkarları, eyni zamanda sahibin de dostlarıyıq. Biz bu günləri hamımız sevinirik ki, xalq bu boyda şəhərin müqəddəratını məhz ona tapşırır. Buna vermek. Sonra izah edeyim. Hə, icazə verin də xansın. Mən sizin gözəl tostunuzu böyük məmnuniyyətlə dinləyirəm. Gəlin bu vadələri qaldıraq. Şəhərimizin təzə sədrinin sağlığına. Sağ olun, Zahir. Lakin dostlar, bu dünyada hər bir şeyin bir səbəbi var. Mən mücərrəd danışmağı xoşlamıram. Elə ona görə də birbaşa keçin əsas mətləbə. Xansın, icazə verin. Buyurun. Hamımıza məlumdur ki, sahibin bu mərtəbəyə çatmasında əsas səbəb Nurcan xanımdır. Yox, əsas səbəb sahibin özüdür. Nurcan xanım, mən sizin talantınıza pərəstiş etdiyimlə bərabər təvazökarlığınızın da pərəstişkarıyam. İcazə verin, öz ürək sözlərimi deyim. Buyur, Səxarı. Nurcan xanım,
siz büyük sənətkar olmakla beraber hem de gayriçek hayat yolda. Elbette, elbette. İcazə verirsin sağlığınıza şey. Sağ olun. Sağ olun. Sağ olun, sağ olun, sahibim. Sağ olun. Sağ olun Mücahit Hanım. Sağ olun. İcazə verin maddəfon açıq, hə? Buyur. Siz adamlara borç pul verməkdə olduğu kimi, tərifləməkdə də yamaq səxavətlisiniz, ha? Yoksa etirazım var. Qətiyyən, mən sizin gözəl xasiyyətinizi qeyd etmək istəyirəm. Doğrudan teşekkür. Değməz, değməz. Gözəl yer. Ay, mənim çeynəmiş standart iplərdən zəhlən gelir. Sənin sözlərin Gülcan xanım. Heç vaxt oxuna bilməz. Əsl sənətkarlar sənin olmaya bilməz. Arzu, icazə ver. Buyur, buyurun. Yani bu bahaneleri de kaldırarak sahibin hayatında mühim rol oynayan dahil de benim can ciğerim olmadı sonra. Ağzından kalma özünden abi. Size sağlığınıza Çünkü- Sağ olun. Çünkü sahibin mertebeye gelip çıkmasında senin de emeğin azalmıyor. Teşekkür. Siz deyirsiniz ki, rolü azalmıyor. Belə çıxır ki, həyat özü də bir növ səhnədir, hə? Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Bu böyleleri de görmesin. Əksinə, 40 min oğul belə mənim qədər böyüklərə qarşı hörmətkeş ola bilməz. Mən əxlaq normalarından danışımda sizə qəribə gəlir. Ben hiç o kansının zarafatlarından incinmem Fahir. Çünki bütün böyük sənətkarlar sizdə sadə deyilsiniz. Olabilir. Ama bana öyle gelir ki Tansu çok necip ve hürmetli bir oğlanı. Sağ ol. Tamam. Tamam da. Yok, evde yok. Tamam da. Yani seçilmek istemesin. Bağırıyorsun. Tam esti. Sezer Hanım buyurun bura. Sizin hər birinizin mənim boynumda böyük haqqı var. Məni siz yaratmışsınız. Səni mən yaratmışam, mən də məhv edəcəyəm. Siz olmasaydınız, kim bilir tale məni haralara aparıb çıxarardı. Sağ olun. Sağ olun mənim əzlərim. Aldırat da, səxavət. Səxavət. Fahir efendim. Sağ olun. Sağ olun. Almurat. Hamısı sağ olun. Sefer. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Al bura.
Sahibim bu sözləri yaman təsir edər. Bir nəfər məndən 1000 manat borc istəyir. Bax, 8 ay saxlayandan sonra zor güc gətirib verir. Sınağı gün yenə gəlib ki, mənə 500 manat pul verirəm, qaytarım. Mən də vermədim. Doğrudan yox idi. Əşi, sağlığından niyə yox idi? Var idi, amma qəsdən vermədim. Borcu məndən alır, xeyri başqalarına verir. İnsan gərək yaxşılığın qədrini bilsin Nurcan xanım. Doğrudur, 1000% doğru. Ay! Ay! Gəlin. Ablanın canı şuna bir elinden haber verdin. Oy! 2 gündən sonra Nurcan xanım Jizeli 200-cü dəfə ifa edəcək. Neden? geldi ki ve sahip qağa məni özünə katibə götürdü. Çox sağ ol. Değmez. Almurat da aynıca. Niye? Necəni niyə? Nər kimi kişi burada dura o cür vəzifəyə ağzından süd iyi gələn bir uşağı qoyursa. Güzel hanım, hansı uşağı? Bu deyil xan suyu. Bəm onunla Almurat birdir. Ay Güzel hanım. Ve siz Xansuyu tərifləyirdiniz. Tərifləyirdik. İndi tərifləməmiş olaq. Ağılsızın, Kişinin qohumu olanda nə olar? ağılsızın seferin biridir. Ağılsızın səfeyin biridir. Yaxşı. İndi ders mən neynim? Daha neyniyəcəksən? Sultan bəy demişkən,
yaman bir bilməzsən ha. Belə xanın dalından dəy. Almuradı da qoy onun yerinə. Bəs axı Almurad dayı təqaüdə çıxıb. Nə olsun? O, təkcə təqaüdlə bəyəm dolanmaq olar. Biz yaxşı yeyib içməyə öyrənmişik. Keçmişi də ac olaq, indi də. Hadi, bura baxayım. Mənim atam sənin atın kimi nökər olmur. Mənim atam məni yağ içində böyrək kimi bəsləyir. Gözəl xanım, mənim atam yoxsul da olsa, heç vaxt nökərçilik eləməyib. Canıma can sahib. Sənlə deyiləm, kişiylənəm. Yaxşı sahib, yadından çıxmasın ha. Öpürəm səni. Yaxşı. Yaxşı, hələlik. Hələlik. Nə məsələ? Heç. Gözəl xanım deyir, xan suyun geri çıxarıb, yerinə Almurad dayını qoyacaq. Lap elə-belə deyir. Hə? Bax, lap elə-belə deyir. Haqlısan Nurcahan, haqlısan. Bu faciəli komediya gülmədən mümkün deyil. Bilirsən sahib, mən bugün birinci dəfə səhnədə büdrədim. Bəli? Zahir, salam. Salam Tahir mənim. Bura bax Zahir, sən nə münasibətlə Xansuyu o cür məsul bir vəzifəyə təyin eləmişsən, hə? Savadlı oğlandır, istedadlıdır. Şəxsən mən onda dəli-dəli danışmaqdan başqa bir istedadlı. Səhv edirsən Tahir mənim. Xansu dəli deyil. Özünüz bilirsiniz ki, istedadın meydana çıxması üçün imkan, şərait lazımdır. Bura bax, əziz dostum, deyəsən sən axı sədr olandan sonra bizə dərs vermək xəyalına düşünsən. Mənim adamlara vəz oxumaqdan zəhləm gedir. Aydındır. Şəxsən mən özüm Xansuyu o cür vəzifəyə təyin olunmasına etiraz edəcəyim. Biz öz vicdanımız qarşısında, xalq qarşısında məsuliyyət daşıyırıq. Xansuyu üçünsə heç bir qayda qanun, heç bir əxlaq norması yox. O son bir ildə 3 vəzifə dəyişir. Səbəbini öyrənərik, çalışarıq bir də yerin dəyişməsi. Yaxşı. Deyirsən, dostumuz səninlə qaşıq döyüşdürməyə başlayır. Adamlar belədir də. Bir balaca yuxarı qalxdılar mı? O saat gözləri ayaqlarının altını görmür.
Hamıya böyüklük satmağa başlayırlar. Hamıya, sənə də. Gördün elədir. Necda kimi adamlar qalıb burada. O cür vəzifəni tapşırır ağzından süd iyi gələn bir uşağa. Bu da bizim böyüdüb, yetişdirib ortaya çıxartdığımız dostumuz. Görünür bu dünyada güç tətbiq eləmədən keçinmək mümkün deyil. Əgər sabahları mən bu vəzifədən çıxsam, bu günləri mənə bəli-bəli deyən adamlar sabahları heç üzümə də baxmazlar. Əlbəttə. Dünya belədir. Sən o barədə darıxma. Gedək. Gelebilirsiniz yoldaşlar. Sağ olun. Sağ olun. Hoş geldiniz. Sayın benim, bu kvartal 25 nəfər fəhli ailəsini mütləq mənzillə təmin etməliyik. Özüm şəxsən yoxlamışam bir-bir. Sonra? Sonra sement zavodunun fəhlələri üçün tikilən evi 6 ay gecikdiyinə görə tikinti rəisi Ceyranzadeyə axırıncı xəbərdarlıqla şiddətli töhmət vermişik. Sonra? Sonra da rəis Muradzadəni vəzifəsindən götürmək lazımdır. Pis işləyir. Pis işləmir. Ancaq adamların taleyini ona tapşırmaq olmaz. Məsələn, Muradzadə nə edib? Məsəl üçün 6 ay içində 3 direktor dəyişib. Niyə? Məsələ də bu niyədir. Birini ona görə çıxarıb ki, bunun göndərdiyi adamı boşuna gəlib işə götürməyib. Sonra? İkincisini də ona görə çıxarıb ki, sözün düzünü deyib üzünü. Bir sözlə despotluq iddiası. Amma deyirlər əvvəllər çox yaxşı, mehriban, təvəzzükar bir oğlan olub. Mən hətta onu bunu xatırlatdım da. Hə? Maraqlıdır. Nə cavab verir? Deyir, rəis olmalıdır. Mən dedim, düz deyirsən, rəis olmalıdır. Ancaq ağa yox. Muradzadəni mən də yaxşı tanıyıram. Politexnik institutda bir yerdə oxumuşum. Yaxşı oğlanlardan biriydi. Sayın müəllim, əgər sıravi işçilikdə yaxşı olan olursa, mənə elə gəlir, əvvəlki işinə qayıtsa daha yaxşı olur. Yaxşı, Xansu. Bəs istehsalata kim başçılıq edəcək? Belə adamların istehsalata başçılığı adamların əl qolunu bağlamaqdan başqa bir şey deyil. Deməli, sən belə güman edirsən ki, biz Muradzadəni vəzifəsindən götürsək, işlər düzələcək, hə? Bilirsən mən, Xansu, mən də elə əvvəllər sənin kimi düşünürdüm. Mən də pedantları, ağalıq iddiasında olan karyeristləri biçib tökmək arzusu ilə yaşayırdım. Amma sonralar gördüm ki, məsələ heç də mən düşündüyüm qədər sadə deyil. Əgər biz hər addımda Muradzadə kimi bir işçini vəzifəsindən götürsək, hər şeydən əvvəl dövlətin özünə zərər vermiş olur. Yaxşı, dayaq olarız. Xansu,
Biz bu xəstəlikləri doğuran səbəbləri axtarıb tapmalıyıq. Axı insanlar anadan pis doğulurlar. Hə? Yaxşı, bir də sən belə olmasın. Belə. Siz Nurcahan Qurbanzadənin ifasında Adolf Adanın Jizel baletinə tamaşa etdiniz. Mən saat 2 qapınızın ağzında dayanıb sizi gözləyirəm. Mən sadə və kimsəsiz bir tələbəyim. Mən şəhərimizdə ilk açan bu ağ gülləri sizə hədiyyə getirmişəm. Talih sənətin qiymət tacını sizin başınıza qoymuşdur. Sizin səhnədəki hər hərəkətiniz benim için bir yeni alem. Səni təbrik edirəm əzizim. Bağışla. Vacib məsələ ilə məşğul olduğum üçün gələ bilmədim. Amma televizorda görürdüm. Sən 15 yanından qabaq o unudulmaz gecədəki kimi misilsiz. Sanki sən əlvan buludlar arasında qanat çala bilməliyim. Yalan deyirsən. Yalan deyirəm. 200'lük eləyirsən. Nurcan. Sen o zamanki Jizel'in alnından öpmemiştin. Sen o zamanki Jizel'e bir kelime söz demek için 3 saat kapısında dayanmıştın. Ama indi ise senin işin var. Çünkü artık sana Nurcahan lazım değil. Nurcahan qocalıp sana lazım değil artık Nurcahan. Birinci dəfədir mən səndən belə sözlər eşidirəm. Sən mənə inanmırsın. İnanmıram. Evveller seni zincirle de bağlasaydılar dayanmazdın. Əvvəllər mən tələbə idim, çox şeydən xəbərim yoxdu. İşlərin bu vəziyyətdə olduğunu bilmirdim. Mən səndən əvvəl heç kəs heç nə eləməyib. Bircə sən gəlib buyurub iş görürsən. Yox, eləyiblər, niyə eləməyiblər? Eləyiblər. Ancaq məsələ bunda deyil. Bəs nədədir? Necə səni başa salım? Bilirsən Nurcan, məsələ orasındadır ki, görülən işlərlə bərabər eyni zamanda böyük kusurlarımız da var. Biz bəzən insanları layiq olduqları yerlərində oturda bilmirik. Axı xalqı ağıllı insanlar idarə etməlidir. Biz yalnız sənətdə, mədəniyyətdə deyil, ən kiçik müəssisədə belə saxtakarlığa, hayküyçülüyə, zahiri təntənəyə divan tutmalıyıq. Biz çalışmalıyıq ki, elmdə, mədəniyyətdə insanlara xidmət eləsin. İnsanlar evlərində bir cür, idarədə başqa cür danışmasınlar. Bununla heç də özümü yeni peyğəmbər elan eləmək fikrində deyiləm. Axı bizim elmimiz də, mədəniyyətimiz də güclüdür.
zengin bir Gülistan'dı. Lakin fikir vermirsən mi Nurcan? Bəzən bu Gülistanda canlı bülbüllər əvəzinə qarğalar qarıldaşır. Canlı çiçəkləri kağız güllər əvəz edir. Yalancı təbəssümlər insanları iğrəndirir. Ali Cənablıqdan dən vuran iki yüzlü nitqilər qulaqlarımızı batırır. Biz insanları yaltalığa, saxtakarlığa öyrədən, adamlar arasında özünü xeyrxalq bir vücud kimi qələmə verən alçaqları ifşa eləməliyik. Hiç başa düşmürəm. Ağlı başında olan adamı ikiyüzlülüyə, alçaqlığa necə öyrətmək olar? Olar Nurcan, olar. Bax, sən 20 ildən bəri öz gözəl sənətinlə insanları alicənablığa, Nəcəbliyə çağırırsan. Ancaq bu zirvəyə qalxan yollarda nə qədər əli bıçaqlı quldur dayandığından sənin xəbərin yoxdur. Onların hamısı səliqə ilə geyinirlər. İnsanın ali vəzifələrindən danışırlar. Özündən böyük rütbəli şəxslərə rast gələndə ləyaqətlə onlara baş əyirlər. Özlərindən kiçikləri görəndə isə mərhəmətlə üzlərinə gülümsüyürlər. Onlar hətta sənin rəqslərindən belə riqqətə gəlib göz yaşları da axıdırlar. Lakin bunların hamısı günəş batana qədərdir. Qaranlıq düşən kimi onlar bu cildi tullayıb quduz canavara dönərək insanın zəif cəhətlərinə hücum çəkirlər. Kimisinə yüksək maaş, kimisinə vəzifə, kimisinə mənzil, kimisinə maşın vəd edirlər. Kimisini işdən çıxarılmaqla hədələyirlər. Eğer insan insandırsa, belə alçaqlıqlara uymamalıdır. Nurcan, işte orasındadır ki, uyanlar da bulur. Hamı yaxşı yaşamak istəyir. Herkes bir defa geldiği bu dünyadan neyse götürmeye can atır. Bu arzu onunla beraber de olur. Onu bundan məhrum etmek olmaz. Elədir. Amma biz bəzən insanın xoşbəxtliyinə lazım olan vasitələrin açarlarını tapşırırıq karieristlərə, ikiyüzlülərə, bəli əyrilərə, rüşvətxorlara. Özümüz də özümüzə təsəlli veririk ki, eybi yox. Nə və nəticələrimiz bizdən çıxmışlar. Yani bu doğrudan belədir. Belədir. Her şeyin öz qaydasında olduğunu söyleyip devleti arxain eləmək. Həmin bax o quldurların dəyirmana su tökmək kimi bir şeydir. Səsən haqqı yox, Nurcan. Gelin geçin. Ne yapmışsınız? Gelin oturun. Ne için oturak? Güneşin bu ışığını, Yasemin'e veren bağları, bahçeleri koyup ne için bu manastıra kapanak? Buradan, bu aşpaz yanaklar parıldayan bu döşemeden, korkunç maraklar kimi sükuta garp olmuş bu divarlardan, zulmetten tek sallanmış görünen bu nur revizeden, insanın kanına, damarlarına bir soyukluk akarak onun beynini standart kuyut buzlarına çevirmek istiyor. Ophelia uzak, kosmosa doğru, güneşe doğru. Yollar çetindir, yollar güzel. Kaan, atam ya. Doğrudan mı? Sen bizlere salın. Allah eylemesin. Bəs niye bizim evimiz hakkında öyle Oh, seçili duygusu. Sen öyle bir noktasın ki bu yarkımı sana istinad ederek yer kürəsini devirmek istəyirdi. Ben de oradan da zarafata girdim ay. Ancak doğrudan sizin bu evinizde her şey bu kadar səliqəli, bu kadar temizdir ki adam özünü burada torbaya salmış pişik kimi hissediyor.
Və sən də bir ixtiyar olaraq miyoldamaq istəyirsən. Ay, sən mühüm ata inanma. Pişik çox gözəl, nəcib heyvanı. Bax, adamlar deyirlər ki, pişik onların qabağına çıxanda işlər əngəl olur. Amma əksinə mənim qabağıma nə vaxt çıxsa işlərim sarı yağ kimi. Bəs nəyə görə bu nəcib heyvan özünü bizim evə salmış kimi hissedilir? Bilmirəm ay. Bunu bilmək üçün yer kürəsinə ikinci bir Einsteynin gəlməsi mütləq vacibdir. Əgər bir də elə şeyləri belə asanlıqla həll etmiş olsaydıq, onda gərək yer üzündə bir nəfər də pedant qalmayaydı. Nə üçün sən məhz bu pedantlarla bu qədər amansız düşmənsən, xan? Ay, çünki pedantlıqla başkəsənliyin arasında 1 millimetrin %1-i qədər məsafə var. Ay, sən belə şeyləri düşünmək üçün yaranmamısan. Sən qorxmuş, səzəyli divarlar arasına təsadüfən düşmüş bir seyirçinsən, ay. Qanadların bəlkə kimi uçub gedəcəksən buradan, ay. İnsanlar sənin mahnılarını, rəqslərini gözləyir, ay. Sənin rəqslərin arası bir mahnıdır, ay. Ay, bir bax gördüyünə necə gözəldir. Ancaq siz pəncərələrə pərdə çəkmişsiniz. Arı kimi eyizdir, sanki makamın peşəsidir. Hadi. Yaxşı, yaxşı. Siz gəlin məşğul olun. İndi mən sizin için çay verim. Arını incitməsən, arı sarılmaz. Axı səni kim incidir? Bax, elə birisi sən. Mən niyə? Bax, rəhmətli nənə, sənin adını qoyub Nathan. Sənsə bu adı dəyişdirib eləmişsən Nathan. Nə olsun? Çünki sən öz xalqını tanımırsan. Ay, mənim şana pipiyim. Sağ ol, xan. Mənə şana pipi niyə deyirsən? Mən şana pipi oxşayıram. Düz deyirsən. Şana pipi həyatda yaşamaq üçün nə lazım olduğunu dərk edir. Ancaq sən heç onu da bacarmırsan. Niyə bacarmıram? Kör şil deyiləm ki. Körsən. Sənin bu qəşəng gözlərin heç nəyi görmür. Bu qəşəng alnının arxasında isə hansısa bir axmağın xoşuna gəlməkdən savayı başqa bir fikir yoxdur. Şanapipi həyatda balasını şanapipi olmağa hazırlayır. Sən isə Allah bilir öz balanı nə kökə salacaqsan. Mən uşaq görəndə özümdən gedirəm. Bilirəm. Sənin o ərdə olan rəfiqələrinin o bəzəkli kalyaskalarda uşaqların nə kökə saldıqlarını yaxşı görmüşəm. Ata-babalarımızın yürükdə eşitdikləri səs analarımızın qəhrəmanlıq mahnıları olub. Sənin balanın eşidəcəyi səs isə olacaq marojna. Demək istəyirsən ki, mədəniyyət lazım deyil. Mədəniyyət uşağın boğazında şakaladı zorla tütmək deyil. Əsl mədəniyyət həqiqi vətəndaş olmaqdır. Vətəndaşlıq qüruru isə elə bir hissdir ki, bunsuz heç bir saadət, heç bir insanlıq ləyaqəti yoxdur. Xan, axı sən nə üçün adamı öz gözündən salırsan? Aha, demək sən hələ tamamilə məhv olmamısan mənim şanapipim. Mən inanırdım. Mən bilirdim ki, sənin o sadə, incə qəlbində gizlənmiş hisslər bir gün zahirə çıxacaq. Xan, doğru deyirsən. Yoxsa... Natalan, sən unutma ki, sən doğrudan da çox böyük bir xalqın qızısan. Xan, için, sənin xoşuna gələn kim gəlməmişəm? Çox sağ ol. Ayın, biz səni şəhərimizin yeni açılan diskotekaya dəvət etməyə gəlmişik. Doğrudan mı? Onda gərək atamdan icazə alın. Get icazə al. Yenə nə oldu? Qaşqabağını tökdün. Heç. Hansu, siz gedin. Mən giderim. Yaxşı. Dur gedin. Sağ ol. Ya sen de əyləş kızım.
Mən çay içmək istəmirəm. Deyəsən onlarla getməyə icazə vermədiyim üçün inciyirsən. Yox, incimirəm. Vaxt da ki, icazə vermədin, demək belə lazımdır. Ay sağ ol qızım. Bilirsənmi qızım, sənin onlarla cəmiyyət arasına çıxmağın yaxşı deyil. Adamlar onların haqqında yaxşı fikirdə deyirlər. Bəlkə adamlar səhv edirlər. Sən onların səhvini düzəltməyə başlasan, ancaq özünü gözdən salarsan. Sən sübut eləməyə çalışacaqsan ki, Xansu, NATO yaxşı adamlardır. Heç kəs inanmayacaq. Üstəlik ürəklərində də fikir gələcək ki, kör-körü tapar. Yağın bu da bunların tayıdır. Ancaq pis adamlar elə fikirləşə bilər, ata. Kimin pis, kimin yaxşı olması biz maraqlandırmır. Bizə insanların rəyi lazımdır. Doğrudan elədir. Bilirsən mi qızım? Bizim borcumuz istər cəmiyyət, istər vicdanımız qarşısında hər cəhətdən təmiz olmaqdır. Bu birinci növbədə öz xoşbəxtliyimiz üçün lazımdır. Sən öz səadətini zərbə altına qoymaq üçün adamlara heç bir əsas verməməlisin, ha? Aydındırmı? Aydındır. Kim bizdən nümunə götürmək istəyirsə, buyursun, götürsün. Etirazımız yoxdur. Götürməyi istəməyənlər üçünsə biz özümüzü qurban verə bilmərik. Aydındırmı qızım? Aydındır. Ata, niyə sən Xansun haqqında belə pis fikirdəsən? Bu səni nə üçün maraqlandır? Çünki hamı onu tərifləyir. Hamı? Məsələn kim? Məsələn, mənim yoldaşlarım, qızlar. Ah, qızlar. Axı Xansu pis olsaydı, sahib müəllim onu elə vəzifəyə qoyardı. Kör tapar. Sahib yaxşı olsaydı, özündən 5 yaş böyük balerina ilə evlənməzdi. Ata, sən necə qıyıb Nurcahan xanım haqqında elə sözlər deyirsən? Axı ona kim vurulmazdı? Əksinə, bu məhəbbət sahib müəllimi də mənim gözümdə ucaldır. Qızım, sən sahib haqqında çox yuxarıdan gedirsən. Onun keçmişindən sənin xəbərin yoxdur. Keçmişdə nə olur ki? Heç bir şey. Onu biz adam eləmişik, biz. Siz? Yəni kim? Kim? Mən, Nurcahan, Səxavət, Almurad. Biz olmasaydı, kim bilir indi o hansı həbsxanada çürüyüb getmişdi. O ki sizin başınızı aşağı eləməyib. Elə demək, elə tezdir. O həyatın burulğanına, iti burulğanına elə yenicə düşür. Ata, sən niyə həyatı burulğan adlandırırsan? Məhər bu qədər dəhşətlidir. Axı sən onu tribunada cənnət kimi təsvir edirsən. Söz güləşdirmə. Cənnət kimi təsvir eləmişəmsə, deməli belə lazım. Bizim düşmənlərimiz var, qızım. Qoy olsun. İndi biz bu qədər güclü olduğumuz halda nədən qorxmalıyıq? Sən qız uşağısan. Sənin belə məsələlərə qarışmağın yaxşı deyil. Cəmiyyətdə hər kəsin öz yeri var. Çalış, yüksək insan əxlaqın bir timsalı ol. Qoy, tərbiyədə, vicdan saflığında xalq səni nümunə göstərsin. Bax, sən indiyə qədər də belə olmuşsun. Sən mənim ağıllı qızımsın. Diyaş, get hazırlaş. Bu gecəki gəzintiyə mən özüm aparacağım səni. Ata, məndən ötəri niyə əziyyət çəkirsən? Bəs mənim kimdən ötəri əziyyət çəkməliyəm? Əlbəttə ki, səndən ötəri. Biz kimin üçün yaranırıq? Sizlər üçün də. Qızım.
Bak bunu görürsen mi? Bak. İçerisinde tohumu yetişip qaralan kimi budağından tak düşür yerə. Deməli bu gözəllik, ürək sərgilədən bu təravət hamısı ağacın nəslini davam etdirmək üçünmüş. Bu toxumları bəsləyib mühafizə etdirmək üçünmüş. Bir canlıların da tarihi belədir. Aydındır mı sən? Ha, bir halda gəldin, onda get, yaxşı paltarını gey, bizim libasımız da vicdanımız kimi təmiz olmalı. Ata, görəsən Nurcahan xanımla sahib də orada olacaq. Bilmirəm, ne üçün soruşursun ki? Heç, elə belə. Qəribə sualdır. Buyurun bura. Adam baktıkça ne güzel. Evet, buyurun burada eğleşin. Eğleşin güzel. Ne bu? Ne bir istekan kakao ve baklava. Güzel hanım siz ne yiyeceksiniz? Geldim olanlar geçendik. Ne apelsin? Söyle. Suyu. Apelsin. Güzel. Apelsin yok. Apelsin. Hadi ha. Zulan da geldi. Zulan. Güzel, güzel. Ne gibi sana? O da sen ilk kelimesi her şeyin ağırlısı. O da nadı kimi söylüyor. Nafaqa Xanovaını deyirsiniz? Hə. Tanıyırsan? Əlbəttə, o mənim rəfiqəmdir. Mənimlə bir məktəbdə oxuyur. Gəldi səni öpürüm. Siz nə buyuracaqsınız? Mendeki o kokteyllerin hamısını kat birbirine göre çıkın. Ay kız, kaşan kız, bir yanında limonu da olsun. He? O forsu da bak. 2 yıl bundan qabaq benden 100 manat pul alır. Hele hindi de borçludur. Oy şöyle de yazılıyor çalınlar. Al Murat dur diyorum hadi. Oynadın da.
gözəl kişinin arvadına baxın. O gözəl kişinin də adı qardaşının dəftərçəsində var. Bax ha. Ya. Və Qəray Kərimzadə 80 manat 1985-ci il 25 fevral. Səxi, ay Səxi, bunlar hamısı sənə borclu adamlardır. Bəli, cəmi 70 nəfərdirlər də. 70 nəfər ha? Amma əclaflar vaxtında qaytarmırlar. Yaxşı, adam ki, vaxtında qaytarmırlar, bəs neyiniz? Sən də qəribə adamdır. Üzümdən gəlmir, verirəm də. Madam ki, verirsən, onda niyə əclaf deyirsən? Nə qəribə adamsan, sən də? Deyirəm, borc verməkdə həvəsim var. Ha, neynimə? Bu cür gözəl oğlanlar, gözəl kişilər, gözəl geyimli cavanlar gəlib məndən utana-utana borc istəmələrindən aldığım ləzzəti heç nədən ala bilmirəm. Ay səni Səxi, gəl bir səni öpüm adam. Tamam, gözəl, Gözəl bəsdir. Mah. Ağmıra, qohumla bax. Elə qohumun boynu qamı söz. Amin. Aslara salam. Salam, Natulan. Salam. Buyursunlar, əyləşsinlər. Necəsin? Oradan. Maşallah. Vəzifəyə keçəndən bəri yaman yaxşılaşmısan ha. Məsəl üçün deyirlər Anlar dayı, əvvəllər arıq, qara bir oğlanım. Amma indi maşallah, deyərsən bəs pəhləvandır. Adəm, pufu elə, kişini nəzərlər. Kompliment üçün mersi. Biz Xansuyun yeni vəzifəyə keçməsini evdə, xüsusi şəraitdə gərək qeyd edilir. Necədir? Amma deyəsən Anlar dayı mənim yeni vəzifəmi qəbul eləmək istəmir. Almurad dayı həmişə sənin xeyirxahın oldu. Bəs necə? Bir xan su deyir, beşi də ağzından düşür. Gözəl, ye. Gün o gün olsun ki, xanı böyüdüb lap belə nazil qoysunlar. Amin. Adəm, gəl bir səni öpüm. Gəl. Gözəl, daha bəs. Ay xan su. Ata, mən su içmək istəyirəm. Axırda dedim çay iç. Niyə içmədin? Sahib, apar aygız su içsin. Məmnuniyyətlə. Bəlkə elə hamımız qalxaq, biraz da dondurma yeyərik. Sahib, sən istəyirsən? Xeyr. Mən də istəmirəm, siz gedin. Yaxşı, gedək. Hə? Nə gec gəldiniz, sahib? Velosiped. Bura xoşuna gəlir. Nə sərin sudur. Donç içində. Yox, bəsdir. Çox sağ olun. Gəlin rəqs edək. Oh. Bizim kətdə belə oynamırlar. Mən bacarmıram. Siz şəhərli deyilsiniz. Xeyr. Almurad dayının bir kətdənəm. Hələ uşaqlığım da orada keçib. Bəs necə oldu şəhərə gəldiniz? Atamın məsul vəzifəyə təyin edillər. Atanız nəçi idi? Oy, bəlkə yersiz sualdır. Siz Allah bağışlayın. Yox, yersiz nə üçün? Ümumiyyətlə insanlar bir-birini yaxından tanımaq istəyir. Elədir. Mən sizin həyatınızda çox maraqlanıram. Təşəkkür edirəm, ay qız. Mənim atam keçmiş Bakı fəhləsi idi. İnqilabda fəal iştirak eləmişdi. Yeni hökumət qurulanda onu Qarabağ mahalında məsul bir vəzifəyə göndərdilər. Bir müddət orada işləyəndən sonra Moskvaya getdi. Dağ mühəndisliyi institutunu bitirdi. Yenə məsul bir vəzifə ilə Bakıya qayıtdı. Sonra? Sonra da atam həbsə alındı.
Ne için? Bilmirəm. O gün deyirdiniz ki, atamın Almurad dağında sizin həyatınızda xidmətləri olur. Hə, olub. Mənim atam nəsə siyasi bir məsələdə təqsirləndirilmişdi. Ona görə də o zaman əsasən məni məktəbdən çıxardılar. Anam tezliklə vəfat elədi. Ev eşiyimiz dağıldı. Mən tək qaldım. Bax, həmin çətin dəqiqələrdə sizin atanız, Almurad bəy mənim köməyimə gəldilər. Nəçin? Məsələn, bir gün dəniz limanında çoxlu yük daşıyıb bərk yorulduğumdan